Değerli tələbələr, bugünkü mövzu izahımız fəza fiqurları mövzusudur. Gəlin baxaq, burada necə həll edirik, necə tapırıq fəza fiqurlarını. Sizlərə indi həm testlərin üzərində, həm də ayrılıqda necə suallarla qarşılaşacağınızı deyim. Əvvəlcə izahı keçməmişdən əvvəl deyim ki, bu cür fəza fiqurları daha çox kublardan düşür. Kublarda bizdən necə suallar verilir? Misal üçün verə bilər ki, açılışın verər, düzgün yığılış formasını soruşar və yaxud da düzgün yığılış formasını verər, səndən açılış formasını soruşar. Həm də ki, açılış formasını verib açılışını soruşa bilər, yığılış formasını verib yığılış formasını soruşa bilər. Bəs bunların hər birinə ayrı-ayrı qaydalar tətbiq edirik? Xeyr. Bunların hər birinə, yəni necə sual düşürsə düşsün, 3 tip verdiğim yanaşma tərzimiz olacaq. Bunlardan birincisi nədir? Birincisi budur ki, deməli nə edirik? Paralel üzlər qaydası. Bu nə deməkdir? Yəni ki, yığılmış kubda qarşı üzlər həm paralel üz deyirik, həm də qarşı üz, iki adı var. Paralel üzlər eyni anda görünə bilməz. Sonra nə deyirik? İkinci halımız odur ki, ikinci vəziyyət nəyə baxırıq? Üzlərin vəziyyətinə baxırıq. Bu nə deməkdir? Yəni, əgər yığılış formada necə durub dursa, açılış formasında da eyni vəziyyətdə durmalıdır. Üçüncüsü isə orientasiyadır. Orientasiya isə, belə deyək, üzlərin bir-biri ilə ardıcıllığı necədirsə, bizdə verilmiş düzgün yığılış formasında da eyni olmalıdır. İndi gəlin nə edirik? Bunları ilk olaraq sizə dedim. Başlayırıq indi bunları testlər üzərində göstərməyə. İlk testlərimiz belə açılış yığılış forması deyil. Bunlar sadəcə dönmədir. Nəyə baxıram? Baxıram ki, yoldaşlar, buradakı dairəmə baxın. Buna 1 desəm, buna 2 desəm, buna 3, məndən 4'ü soruşur, düzdürmü? 1'dən 2'yə keçərkən nə edibdi? Baxın, bu dairə sağ tərəfdə idi. Nə edib? Keçib ön tərəfə. Yəni, baxın, 90 dərəcə. Bir dəfə deyə bilərsiniz, 90 dərəcə deyə bilərsiniz buna. Sağa dəqiqrəbi istiqamətində döndərib. Bəs burada nə edibdi? Burada fikir versəniz, yenə eyni qayda. Baxın, cross işarəsi sağdadır, keçibdi önə. Gəlin indi, baxın, yenə eyni qayda. Nə edibdi? Bunu 90 dərəcə döndəribdi. İndi mən də nə edəcəm? Baxın, bu hissəni 90 dərəcə döndərəcəm. 90 dərəcə döndərəndə bu gəlib düşəcək ön üzə. Ön üzə düşəcək, lakin bunu qaldırıb döndərmirəm. Sadəcə yerində çevirirəm. Ondasa aşağı hissəyə düşməyəcək. C getdi, A getdi. Qaldım B, D, Y-nin arasında. Düzdürmü? İndi bilirsiniz nəyə baxırıq? Yuxarı hissələrinə baxın. Birində belə deyək, üfüqi durub, birində şagülü. Üfüqi durub, şagülü duracaq. Şagülü durursa, Y variantda getdi. Qaldım D və B-nin arasında. Əgər D və B-nin arasında qalmışamsa, gəlirəm bir dənəsini izləyirəm. Misal üçün, baxın bu dairəyə. Bu dairə gəldi önə. Sonra burada keçib yana, sol tərəfə düzdür. Məndə də keçəcək arxa hissəyə. Arxa hissəyə keçib. Bura hələ gəlməyəcək. Bura gəlməsi üçün burada, bax, bu öndə olmalıdır. Fikir verin hələ. Ona görə D variant deyil. Qaldı cavabımız B variantı olmuş olur. Növbəti belə bir suala birində baxaq, sonra keçək. Bax, 6-cı sual. Necə yanaşıram buna? Baxıram ki, buradakı 2'dir. Baxdım bu nədir? Belə düşüb 2'dir. Bu yaxşı düşməyib mürəkkəb ona görə. Mən də şöyle düzəltdim. Bu 2'dir. Nəysə. Bu 2'dirsə, baxın indi nə olubdu? Bu 3'ə fikir verək. Bax, hamısında 3 var, yəni 3'dən gedək. Bu 3'ə nə olubdu? Bax, yenibdi bura. Yəni nə edir? Bir dəfə aşağı döndərib. Sonra nə edir? Baxın, 3 buradaydı, gəldi bu hissəyə. Bir dəfə nə edir? Sağa döndərdi. Yenə baxın, 6 yuxarıdaydı axı. Gəlib eyni vəziyyətdə düşüb aşağı. Aşağı fırlayıbdı. Aşağı, sağa, aşağı. Nə edəcəm? Sağa fırlayacağım. 9 eyni vəziyyətdə, baxın buradakı kimi gəlib duracaq Y variantlı vəziyyətində. Bir dəfə izahı tutsanız, sizin üçün çətin işin olmayacaq. Bəlkə birinə də baxaq elə. 10-cu sualda baxarıq. Gəlin 10-cu sualda baxaq elə. Burada əslində elə 9'a baxsaq daha yaxşı olar. Nəyə görə? Baxın elə. Görək burada nə olubdu? Baxın, burada yuxarıdakı üzə baxın. Bir eynidir, bir durub burada. Əslində belə də yanaşa bilərsiniz. Fikirləşərsiniz ki, baxın elə. 2 dənə 1 var ön üzdə. Sonra 2 dənə 4 var, düzdürmü, ön üzdə. Sonra 2 dənə 5 olsun da, düzdür. Bu
Bu məntiqlə də fikirləşib deyə bilərsiniz ki, bəli, cavabın B variantdır. Doğru variantdır. Doğrudur. Baxın elə, fərqli də yanaşa bilərsiniz. Yəni bir-bir də gedə bilərsiniz. Və 2 dənə buradaydı. Sonra keçib baxın bu hissəyə. Yəni nə edib? Sağa döndərib bunu. Bunu döndərib sağa. Sonra bu 2 yerində durub, düzdürmü? Bu nə edib? Bu 4 yeni aşağı. Aşağı fırlayıb gəlib durub burada. Sonra nə olub? Baxın indi. Bu 6 2 var yuxarıda. Yenə gəlib durdu burada. Yəni nə edibdi? Yenə sağa döndərib. İndi burada nə edəcəyim? Edəcəyim yox, edibdi. Baxın, bir dəfə 5 gəlin durdu burada. İndi mən nə edəcəyim? Sağa, aşağı, sağa, aşağı. Mən də sağa döndürəcəyim. Sağa döndürəcəyimsə, deməli bu 3 nə olacaq? Gəlib duracaq burada. Bu 3 orada duracaqsa bir dənə B variantım doğrudur. Yəni eyni qayda ilə baxsaq düzgün variantı almış oluruq. Sonra keçirik başqa bir sualın izahına baxaq. Artıq 11-ci sual, sonra 12, 13-cü sual. Bu suallarda açılışı verilib. Yəni bizdən nəyi soruşur? Düzgün yığılış formasını soruşur. Gəlin birlikdə baxaq. Dediyimiz qaydaları indi burada tətbiq edəcəyik. İlk qaydamız nə idi? Qarşı üzlər, yəni paralel üzlər eyni anda görülə bilməz. Paralel üzlər baxın bunlardır. Bu 2 dənəsi paralel üzdür. Əgər bu ikisi paralel üzdürsə, eyni anda görülə bilməz. Baxın, biz nə deməkdir? Yəni ki, sən bunları burada görə bilmərsən. Eyni vəziyyətdə, eyni anda görə bilmərsən. Baxın, üstəcələ ilə burada ağ səhifə eyni yerdə ola bilməz. Bilirsiniz nəyə görə ola bilməz? Mən sizə izah edeyim. Əgər fikirləşin də, qarşı üzlər demək nə deməkdir? Bunu bir qutu, bu yığılış axı, bu kub, bir qutuya oxşayır axı. Baxın, qutunu sizə çəkim. Bu bizim qutu formasında, yəni bir kubdur da, düzdürmü? Mən sizlərə bunu çəkim. Bunun arxa hissəsini də belə çəkirəm. Elə bir belə fikirləşin ki, bu qutunun bir üzü, qarşı üzlər bunlardır. Bir də altdakı üzü. Bu 2 dənə üzü var. İndi eyni rəng nə elədim deyə sizlər biraz tam başa düşə bilməzsiniz. Baxın elə. Deməli, bu üzlə alt hissə ilə üst hissə nədir? Bunlar qarşı üzdür. Əgər qarşı üzdülərsə, bunları eyni anda necə görə bilərsən? Yəni bu qutunun ya aşağısını görəcəksən, ya da yuxarısını görəcəksən də, düzdürmü? Yəni bu havada durmayıbsa, bir yerdə durubsa, sən bunun bir üzünü görə biləcəksən. İstər hansı istiqamətdən baxırsan, bax, bir üzünü görə bilərsən. Yəni qarşı üzlərdən bir dənəsini görə bilərsən. Və yaxud da elə bütün qarşı üzlər üçün bu keçərlidir. Baxın, bu hissə ilə bu ön hissədəki kvadrat ki var, bir də arxa hissədə kvadrat var ya, arxa hissədə. Baxın, bu ikisi də qarşı üzdür. Yəni bunların da hər birinin sadəcə birini görə bilərsiniz. Yığılış formada ikisi eyni yerdə ola bilməz, eyni anda görülə bilməz. Həmçinin baxın, bu qara üzlə, bu nöqtəli üz bir-birinin qarşı üzüdür. Qarşı üzlərdir, ona görə eyni anda görə bilmərik, heç variantımız yoxdur. Bir də ki, baxın, bu hissə ilə bura. Bu iki üz də bir-biri ilə qarşı üzdür. Deməli, necə oldu? Bu 2 dənə ayrı var. Bu 2 dənə kənardaşlar bir-biri ilə qarşı üz olur. Sonra bu ikisi qarşı yüz olur, bir də bu ikisi qarşı yüz olur. Yəni bir-birinə qonşu olmayan. Digərlərinin hamısı qonşudur. Misal üçün qara üzün qonşusu üstəcələk, buradakı kvadrat, bir də ağ üzüdür. Bunlar qonşudur. Bir üzün 4 qonşusu olur, bir dənə də qarşı yüzü. İndi deyəsiniz, o birisi bunun 3 dənə qonşu yüzü oldu. Biri hansıdır, biri də budur. Bunu eyni vəziyyətdə gətirib bura çəkə bilirəm mən. Əgər çəksəm olacaq qonşu yüzü. 4 dənə qonşu yüzü olmuş olacaq. Şimdi bunları biraz təmizləyim özümüz üçün. Baxaq. Bəli, deməli nə etdik? İndi qarşı üzlərdən görə 2 variantımı elədik. Keçirəm ikinci qayda. İkinci qayda nə idi? Üzlərin vəziyyəti. Bunlar elə bir, bu indi bunda keçərli deyil. Nəyə görə? Baxın, mən bu üstdəki üzçü var. Bu üzü digərlərinin üstünə döndərə bilirəm. Baxın. Ancaq belə bir detayımız var ki, mən bunu döndərəndə hər tərəfdə eyni olacaq. Bunu mən necə döndərsəm yenə eyni duracaq. Bir də aşağıdakı ağ üzlüdə mən bunu istədiyim qədər döndərim, hər tərəfdə eyni olacaq. Bir də nə edə bilirik? Bayaqçı kimi. Bunu necədirsə, necə dayanıbsa, heç bir döndərmə falan etmədən
Gətirib qoyuram bura. Yəni gözləyin, seçə bilmədim. Aha. Deməli, bunu da bura yerləşdirdim. İndi üzlərin vəziyyətinə baxanda baxıram ki, hər tərəfdən eynidir. Yəni bunu kəssə bir şey yoxdur. Yəni biz buradan heç nə edə bilməyəcəyik. İndi biz nəyə baxırıq? Üçüncü olan orientasiya qaydamıza. Orientasiya qaydamıza gəlin baxaq. Orientasiya nə deməkdir? Fərqli bir rəng götürüm, üstündə işləyək, baxın görün orientasiya nə deməkdir. Orientasiya, misal üçün bax, A variantını götürürəm. A variantında deyir ki, üstə gələk, sonra qara üz, sonra kvadrat. Mən belə götürdüm. Yəni birinci üstə gələkdən götürdüm. Belə qara üz, sonra kvadrat. İndi buradan baxıram. Baxın, bu sadə qərb istiqamətindədirsə, bunu da sadə qərb istiqamətində götürəsiniz. Burada necə oldu? Baxın, birinci kvadrata gələcək. İkisi buradan götürün, heç fərqi yoxdur. Aha, belə. Eyni olmadı ki, bax, bunun orientasiyası səhvdir. Burada oldu üstə gələk, kvadrat, qara üz. Burada oldu üstə gələk, qara üz, kvadrat. Ardıcıllıq eyni deyilsə, demək ki, orientasiyası səhvdir. İndi baxırıq başqa birinə. Qaldıq B ilə D-nin arasında. İndi buradan nədir? Baxın, çarpaz, ağ üz, üstə gələk. Hə, bu onsuz səhvdir. Yoldaşlar, ağ üz, üstə gələk ilə ağ üz nə idi? Qarşı üz idi. Bu burada görməmişik bayaq. Bu getdi. Bir dənə D variantımız qalır. D variantının bax görə orientasiyası həqiqətində doğrudur, yoxsa yox. Deyir ki, bax yuxarıda bunu etmişdik. Üstə gələk, kvadrat, qara üz. Üstə gələk, kvadrat, qara üz. Orientasiyamız da doğrudur. Deməli, orientasiyanı edəndə düzgün etməyiniz üçün iki şeyə fikir verəcəksiniz. Birincisi odur ki, hansından götürmüsünüzsə yuxarıda, burada da ondan götürməlisiniz. Tutaq ki, burada üstə cəhətdən götürüb, burada kvadratdan götürə bilməzsiniz. İkinci nəyə fikir verəsiniz? Deməli, əgər burada sadə əqrəb istiqamətində, ya da misal üçün belə deyim də sola doğru götürsünüzsə, burada da eyni qayda ilə, eyni istiqamətdə götürməlisiniz ki, orientasiyanız doğru olmuş olsun. İndi baxaq fərqli, başqa bir suala. Məsəl üçün baxaq başqa bir suala. Bu sualların hamısı eyni tip suallardır. Yəni hamısına 3 qayda ilə baxasınız. Misal üçün baxaq 18-ci suala. Buradakı hərflərin vəziyyətini daha yaxşı görəcəksiniz. Üzlərin vəziyyətini daha doğrusu. Deməli, nə edirik? Eyni qayda. Birinci işimiz odur ki, paralel üzlərə görə ən azından bir variant, iki variant eləməliyik. Baxın, paralel üzlərə görə sizlər burada dayandırıb özünüz tapa bilərsiniz. O hərfi və ə hərfi. Burada nədir? Paralel üzdür. Düzdürmü? O və ə eyni yerdə harda görürsünüz və silin. O, bu udur görəsən yoxsa ədir. Bunu tam dəqiq bilmirik. O olmamalıdır əslində, baxaq. Çünki onun, baxın, bu aşağı hissəsi buradan boşdur. Bu heç yapışıbdır. Yenə u da elədir. Neysə qalsın. Burada ən azından bilirik. Odur, bu udur. Tamam. Bu odur, bu u. Sonra o və u başqa bir yerdə yoxdur. Buna baxaq. U və h. U və h da yenə eyni qayda. Nədir? Paralel üzdür. U və h. U və h hansısa variantda varsa silirik. Bu da yoxdursa bir dənə qaldı. Nəyimiz? I və n hərfimiz. I və n. Bax, görək elə. I və n hərfimiz yenə başqa bir yerdə yoxdur. Deməli, bizə də burada da nə kömək eləmədi? Paralel üzlər kömək eləmədi. Ondan sonra nəyə baxırıq? Üzlərin vəziyyətinə baxırıq. Üzlərin vəziyyətinə baxmaq üçün, əgər belə deyim, dəqiq bilmək istəyirsinizsə, şifahi edə bilmirsinizsə, bunları məcbursuz söndürəsiniz bunların üstünə. Bax, söndürək. İncəl üzlərindən vəziyyətini görək. Mənim bu o hərfim. İ hərfinin üstünə düşəndə necə dayanacaq? Baxın, belə. Burada düz dayanacaq. Burada yenə yan dönmüş olacaq. Mənim biraz əyri çəkməklərimə siz fikir verməyin. Mənim rəssamlığım yoxdur. Bu da rəssamlıq deyil deyə sizin içinizdə. Heç disxə çəkmək də əlimdən gəlmir. Gördüyünüz kimi. Nəysə. Çox da önəmli deyil. Ə hərfi. Fırlananda bura necə dayanacaq? Baxın, belə. 90 dərəcə fırladıram. Belə fikirləşin də, bu buradadır. 90 dərəcə fırlasam, gəlib düşəcək bura. Bu buradadır. 90 dərəcə fırlasam, gəlib düşəcək. Baxın, belə. Bir dənə 90 dərəcə fırlasam, gəlib bu ucu düşəcək bu tərəfə. Yəni, belə olacaq. Və son. İndi nəyə baxırıq? Bir dənə baxım, düzgün döndərdik, yoxsa yox. Bunu biraz tərsinə döndərmiş, axırıncı. Bu belə olmalıydı.
Növbəti indi. Baxırıq. Bir dənə də bunun hərfini gətirib qoyacağım bura. Necədirsə eyni qaydada. Belə yəni. Döndərməmiş, hərəkət etdirməmiş. İndi gəlib baxaq üzlərin vəziyyətinə. Baxın. Mənə deyir ki, N ilə U necə dayanır? Deyir N hərfinin aşağı hissəsi onun başına düşür. Yanlışdır bu. Nəyə görə? Baxın, N hissəsi N ilə U necə vəziyyətdədir? Bunlar yan-yanadırlar, düzdürmü? Yan-yanadırlarsa üzlərin vəziyyətidir. Burada səhvdir. Gəl baxıram bura. Deyir ki, Ə ilə U-nun, baxın, Ə ilə U burada düzdür, bəli. İ ilə də U, bəli, eyni qayda doğrudur. Yəqin ki, variantımız elə B variantdır. Gəlin bir dənə də belə orientasiyasını yoxlayaq. Deməli, baxıram U-dan İ-yə, sonra Ə-yə. U, İ, Ə. Baxın, U, İ, Ə. Bəli, düzgün variantımız B variantdır. Digərləri nəyə görə yanlışdır, ona baxaq indi. Deməli, C variantına baxırıq. U və bu O hərfi tamam düzgün vəziyyətdədir. Buradakı İ-nin deyir ki, aşağı hissəsi gəlir U-ya çatır. Amma baxın, bunun aşağı hissəsi gəlir Ə-yə. U ilə bunlar nədir? Yan-yanadırlar. Ona görə C variantımıza gedir. Üzlərin vəziyyətinə görə deyir ki, Ə-nin başı İ-nin alt hissəsinə düşür. Ə-nin başı İ-nin alt hissəsinə düşür. Yox. İ-nin alt hissəsi Ə-nin ortasına düşür. D variantda getdi. İndi baxırıq burada. Deyir ki, H ilə Ə bu vəziyyətdə olur. Yəni, Ə-nin aşağı hissəsi H-ın aşağı hissəsinə olur. Baxın, Ə-nin aşağı hissəsi yox, yuxarı hissəsi H-dan bu vəziyyətdə durur. Düzdürmü? Üzlərin vəziyyətini burada tamamilə görmüş olduq. Variantımız B variantıdır. Növbət keçirik fərqli bir suala. Bunlardan bir ikisini sizə izah edəcəm. Bir də elə bir sual izah edəcəm ki, orada bəzən iki dənəsi eyni vəziyyətdə olur. Misal üçün, baxaq gəlin 21-ci suala. Əgər fikir versəniz, burada 1-ci və 3-cü, 1 və 3 qarşı üzlərdir. 2 ilə bağışlayın, 2 ilə 5 qarşı üzdür. 6 ilə 4 qarşı üzdür. 1 ilə 3 eyni yerdə olan var? Var. Baxın, 1 ilə 3 eyni anda görülə bilməz. Səhvdir. 6 ilə 4 eyni anda görülən burada C variantı var, getdi. B variantı 6 ilə 4 eyni anda görə bilmərik, getdi. 2 ilə 5 eyni anda görülə bilməz. Y variantı getdi, bir dənə qaldı A variantımız. Belə asan suallar da var. Sadəcə paralel üzlər qaydası ilə variant tapmış oluruq. Fərqli bir sual. 26-cı sual. Deyirsiniz ki, bu mənim gördüyüm kub açılışına uyğun deyil. Durmur. Aha. Ondasa bunu nə edirəm? Mənim gördüyüm kub açılış formasına gətirirəm. Necə? Bir dənə bu ulduzu yuxarı qaldıracağım. Düzgün açılış bilirsiniz necədir? 1, 4, 1 formasında. Yəni 1 yuxarıda, 4 ortada, 1 də aşağıda. Ondasa bu qaydaya gətirim. Bu ulduzu buradan siləcəm. Baxaq necə siləm bunu. Qaldıracağım yuxarı. Bunu ağ ilə əgər rəngçsəm silinmiş olar əslində. Qoyun bunu buradan silək. Qaldıraq yuxarı. Çox getdim. Aha. Bunu buradan təmizləyək, qaldıraq yuxarı. Deməli, bu ulduzu eyni vəziyyətdə ulduz elə bir fiqurdur ki, yəni 5 tərəfi də bir-birinə bərabər olduğuna görə necə döndərsən eyni vəziyyətdə dayanacaq. Bu cürdə bunu çəkmiş olaq bura. İndi bizim istədiyimiz formaya düşdü. Yəni 1, 4, 1 formasına düşdü. Gəlin indi bunu da düzgün daha doğrusu yığılış formasına baxaq. Deməli, nə edirik? Əslinə baxsanız, yaxşı, bu mürəkkəbə görə heç deyək ki, düzdür. Mürəkkəbə görə. C variantı ulduz eyni deyil deyəcəkdim. Yenə də səhvdən baxaq. Deməli, bu yuxarı hissə ilə sizə nəyi deyəcəkdim? Əslində belə bir sual çıxmağa qabağımıza yaxşı oldu. Nəyə görə? Burada mən üstəgələ ilə bunu qarşı yüz götürə bilmirəm. Bilirsiniz nəyə görə? Çünki fikir versəniz, bu üzlə bu üz eynidir. Sadəcə fərqli durubdular. Bunları döndərsəm, bunu mən döndərsəm bir dəfə sola bu şəkildə dayanacaq və yaxud da bunu axı döndərə bilərəm. Döndərsəm bunun kimi dayanacaq. Əgər belə deyim də bunun kimi dayanacaqsa, mən bunu nə edə bilmirəm? Mən bunu bununla qarşı yüz götürə bilmirəm.
Bax, götürüm məsəl üçün, bax, Y variantını buna görə silə bilərəm. Yox, bu çarpazdır. Lap bununla bunu da götürə bilmirəm. Eyni şeyə gəlib çıxır. Çarpazla bunu da mən qarşı yüz götürə bilmirəm. Çünki bax, burada bunu silsəm, bu nə deməkdir? Bununla bəlkə elə yuxarıdakı bunu nəzərdə tutur. Düzdür, bəlkə bunu nəzərdə yox, bunu nəzərdə tutur. Ona görə bunları silə bilmirəm. Burada qarşı yüz sadəcə 2 dənəsinə baxa bilirəm. Onlar da ulduzla dairədir. Ulduzla dairə, bəli, qarşı yüzdür. Bunlar heç nə ilə qarışmır. Bunları da eyni anda görmürəm. Ona görə mənə qarşı yüzlər heç bir köməklik göstərmir. Nəyə baxırıq? Üzərin vəziyyətinə. Üzərin vəziyyətinə baxmaq üçün nə edirik? Yuxarıdakını və aşağıdakını fırlayırıq eyni dərəcədə. Gəlin fırlayaq. Əgər bunu bir dəfə fırlasam, açıq hissəsi bu tərəfə idi, qalxacaq yuxarı. Bax, eyni bundan eyni oldu da. Ona görə qarşı yüz kimi baxa bilmirik. Sonra bir dəfə də fırlasam, düşəcək bura. Bir dəfə də fırlasam, aşağı hissəyə düşəcək. Açıq hissəsi. Bu çarpaz hər yerdə eynidir. Bu çarpazı hər yerdə, yəni necə döndərsəm, eyni dayanacaq. Çarpaz. Elə burada da çarpaz. Bu ulduzumu da istəsəm gətirib bura qoyaram. Necədirsə elə. Həm də fırlasam da heç bir dəyişiklik olmur. Yaxşı, indi gəlin baxaq nəyə? Üzərin vəziyyətinə. Misal üçün A variantında. A variantında deyir ki, ulduzla bu, bunun aşağı hissəsi. Biri ilə deyir ki, baxın belə deyir əslində. Deyir ki, biri ilə elə ikisinin də qapalı tərəfi düşür buna. Yəni yan hissəsi. Amma buna baxın, açıq hissəsi düşür. Yəni bu əslində səhvdir. İki dənəsi ilə qarşı qonşu yüzlü tamam ola bilər bundan və bundan. Amma bir dənəsi ilə baxın, açıq hissəsi ulduza baxmış olur. Ona görə A variantı səhvdir. Gəlirəm buna. Bunda da eyni qayda deyir ki, dairədə hər ikisinin yan tərəfi, baxın, yan tərəfi nəyə baxır? Bura baxır. Əgər yan tərəfi bura baxırsa, fikir versək buna, yan tərəfi necə hara baxacaq? Bax, bunun yan tərəf baxır, tamam, düzdür. Baxın, bunun yan tərəfi baxır, amma bunun alt hissəsi baxır. Düzdür. Ona görə B variantı da səhvdir. Alt hissəsi baxdığına görə səhvdir. Yan hissəsi baxmalıydı bizim bu yuxarıda verilmiş açılış formasına görə. İndi fərqli, baxaq başqa birinə. Baxıram C variantına. C variantında bunlar ulduzla eyni vəziyyətdədir, tamam, ola bilər. Baxın, burada da. Bu hələ ki qalsın. Əslində qalmasın. Gəlin baxaq, orientasiyasına baxaq. Ulduz, cross, belə üstəgələk deyil. Ulduz, çarpaz, üstəgələk. Ulduz, üstəgələk çarpaz oldu. Baxın, ulduz burada necə idi? Ulduzdan götürdümsə necə oldu? Çarpaz, sonra üstəgələk. Burada üstəgələk, sonra çarpaz oldu. Yəni, orientasiyası səhv olmuş oldu. Bu da orientasiya qaydasına görə gedir. Baxıram D variantına. D variantında bu dairəyə deyir ki, belə düşür. Düşsün, bunun da alt hissəsi belə düşür. Bunun da yenə orientasiyası səhv olur. Baxın, dairə, bu açıq hissə və cross. Dairə, cross sonra açıq hissə olur. Yəni, yanlış olmuş oldu yenə. Sıralamasına görə səhv olmuş olur. Burada da orientasiya qaydası səhv gedir. Qaldıq Y variantına. Y variantını gəlin həm də yoxlayaq. Baxın, eyni qayda bu üçü. Dairə, açıq hissə, cross, dairə, açıq hissə, cross. Yəni, sadə əqrəbi istiqamətində görsəz, çarxmarsınız. Bəlkə sağ-sol sizi çarxdıra bilər. Sadə əqrəbi istiqamətində desəz, sizin üçün uyğun olar. Baxaq fərqli bir suala, yenə eyni qaydada. Misal üçün, bizə bu 36-38 saylı suallarda verilmiş açılışa uyğun olmayan kubu seçin deyir. Baxaq, bundan da birinə baxaq ondasa. 38-ci suala baxaq. Uyğun olmayan, yəni 4 dənəsi düzdür, bir dənəsi yanlışdır. Gəlin baxaq, 2 ilə 9 nədir? Qarşı üzlərdə 2 ilə 9-u eyni anda görməyəcəm, heç birində də görməmişim. Yenə eyni qayda. Əgər 2 dənə burada diaqonalım vardırsa, bunları mən, baxın, nə çarpazla bunu götürə bilərəm qarşı yüz, bəlkə bunu nəzərdə tutub. Nə də ki, bundan bunu qarşı yüz götürə bilərəm, çünki bəlkə bundan bunu nəzərdə tutur. Onda nə edirəm? Yenə eyni qayda fırlayıram cəllərin üstünə. Gəl fırlayaq. Əgər 90 dərəcə fırlayıramsa, bu 2 dənə ki var, yuxarı düşübsə düşəcək sağ tərəfə. Yəni belə.
Burada düşəcək aşağı tərəfə. Burada düşəcək sol tərəfə. Aha. İndi baxırıq bu diaqonala. Gəlin baxaq diaqonala. Bir dəfə belə düşəcək. Bir dəfə belə. Bir dəfə belə düşəcək. Bu 9'u necəsə gətirib qoyuram bura. Aha, 9'u qoyum bura. Cross'da bunu da gətirib qoya bilərsiniz bura. Bunu bilmirəm demişdim ya, yox, bunu da bura gətirib qoya bilərsiniz. Yəni fərqi yoxdur, burada da çünki baxırsınız ona. Bu sizə biraz qarışıqlıq yaradacaq, heç qoymayın. Yaxşı, gəlin baxaq görək hansı doğrudur. Doğru olmayan dedi, düzdürmü? Yəni 4 dənə səhvdir, bir dənəsi doğrudur. Yaxşı, gəlin baxaq. Deməli, mənə deyir ki, Crossla deyir ki, bunun açıq hissəsi düşür. Tamam, düzdür, B variantından başladıq. Crossla bunun açıq hissəsi bir-birinə düşür. Hə, bunun nəyi səhvdir? Yox, bu doğrudur onsuz. Baxın, bundan götürsəm, əgər crossdan götürsəm, orientasiya 9, sonra bu. Nədən götürək? Crossdan. 9, sonra bu. Üzərin vəziyyətdə düzgündür. Tamamilə doğrudur. 9 ilə baxın, bunun vəziyyətinə baxın. Burada da eynidir. B variant doğrudur. Mənə doğru olmayan lazımdır. Yaxşı, baxaq A variantına. A variantında əgər A variantı yanlış nəyə görə? Baxın hələ. 9 ilə 2 dənə diaqonal verib. Mən bunu götürüm, bir də bunu götürüm. Ya da ki, necə götürək? 2 dənəsi, necə deyim axı, bu şəkildə heç biri alınmır. Hansını götürsəm alınır. Heç biri bu şəkildə alınmır. Misal üçün, bu diaqonalın biri 9'un yuxarı tərəfinə düşür, düzdür. Baxın, 9'un yuxarı tərəfinə düşən diaqonal yoxdur. Burada da yoxdur. Ona görə aşağı hissəsinə düşür, yan hissəsinə düşür. Bunun yuxarı hissəsinə düşən biri yoxdur. Ona görə A variantı yanlışdır. Digərləri doğruydu. İstəyirsiniz yenidə baxaq. Misal üçün, buna baxın. Bu deyir ki, bu hissəsi gəlir 2'nin baş hissəsini kəsir. Düzdür. Və crossla da yan-yanadır. Düzdür. Əgər ilə belə də baxsaz, baxın, eyni qaydadır, orientasiyası doğrudur. Bu da eyni vəziyyətdədir. Baxın, yenə bu deyir ki, yuxarı hissəsi aparır, aşağıdan kəsir, bax, belə kəsir və bununla da belə dayanıbdır. Yenə baxsaq əgər, necə baxarıq? Bununla baxın, bax, bununla, belə. 2, yox, buradan götürük. Cross, sonra diaqonal, sonra 2, yenə doğrudur. Bu da eyni vəziyyətdə doğru olmuş olur. Cavabımız A variantı olur. Növbəti fərqli bir suala baxaq mı? Misal üçün 39. Sənə deyir, özü yığ. Biz özümüz necə yığacağıq? Variantla işləyəcək burada. 4 ilə 3'ü qoya bilərəm burada. Qarşı yüz axı, eyni anda qoya bilmərəm. 4 ilə 3 eyni yerdə vardırsa siləsiz. Sonra başqa 9 ilə 7. Yenə qarşı yüzdür. Yenə eyni anda görünə bilməz. 9 ilə 7 ikisi də eyni yerdə vardırsa silirsiniz. Sonra 5 ilə 8 eyni yerdə vardırsa silirsiniz. 5 ilə 8 burada da var. Nə qaldı? D variantımız. Burada da fərqli yüzlərini göstərib. Misal üçün 41-ci sual. 41-ci sual bizə deyir ki, bunlar üçü də eyni, üçü də doğrudur. Birinci, ikinci, üçüncü. Bunların üçü də doğrudur. Yəni bunların doğrudur və üçü də eynidir. Sadəcə fərqli tərəfdən, fərqli yerdən göstərib, belə deyək, fərqli açıdan göstəribdir. Bunların çünki variantlara baxın, hamısı eyni şəkildədir. Sadəcə fərqli yerdən göstəribdir. Siz indi buradan əslində birinci tapasınız qarşı yüzlər, bu üçünə nəzərən qarşı yüzlər hansılardır? Baxın, qarşı yüzləri bir şey sardan biləcəyik. Qarşı yüzün bir dənə çox görünən birini götürün. Çox görünən deyəndə, misal üçün bu üstəgələk. Üstəgələyin 2 dənə baxın, üstəgələyin bu ikisi qarşı yüzüdür. Bağışlayın, qonşu yüzüdür. Dedik axı 4 dənə qonşu yüzü olur, bir dənə qarşı yüzü. Üstəgələk bunlarla qonşu yüz deyil. Həm də ki, bu çarpazla qonşu yüz deyil. 3 dənə qonşu yüzün bildik. Üstəgələk. Çarpaz, qara kvadrat, ağ kvadrat. Bunlarla nə deyil? Qarşı yüz deyil. Əgər bunlarla qarşı yüz verdiyi bir şey vardısa siləsiz. Misal üçün B variantına baxın. Burada üstəgələklə bunu qarşı yüz verib. Səhvdir. Qarşı yüz olsaydılar bunlar eyni anda görünməzdi. Sonra birinə də baxaq. Burada verməyibdi. Burada baxsam, baxın yenə eyni vəziyyət. Bu ikisi qarşı yüz ola bilməz. Qarşı yüz olsaydı eyni anda görünməzdi. Bir də ki, baxın bununla bunu. Ay, bir də gözləyin. Bu üstəgələklə çarpazı qarşı yüz verib. Qarşı yüz ola bilməz.
olsaydı eyni anda görünməzdi. Y variant getdi. Qaldı A ilə D-nin arasında. Bunlara belə yanaşırıq yoldaşlar. Deməli, bunların da gəlin yenə çıxardaq. Çıxardaq, necə çıxardaq? Misal üçün çarpazı deyirik ki, ya da başqasını götürək. Misal üçün, bax görək hələ. Burada bu ikisinin, baxın A variantında bu ikisini nə verib? Qarşı yüz verib. Baxın, bunlar qarşı yüz olsaydı eyni anda görünərdi. Görünməzdi ki. Qaldı D variantımız. Qarşı yüzlər bizə nə qədər kömək elədiyini görürük. Ona görə qarşı yüzləri çox yaxşı bilməliyik. Fərqli bir sual. 46-cı sual. Üzərin vəziyyətini görə tapacaqsınız bunları. Və heç birində bu 3 dənəsini görürsək, bunlar qarşı yüz olmayacaq. Baxıram, bəli, heç birində qarşı yüz deyirlər. Ona görə nə edirik? Bunların vəziyyətinə baxırıq. Deyir ki, T-nin aşağı hissəsi düşür F-nin baş hissəsinə. T-nin aşağı hissəsi F-nin baş hissəsinə düşübdür. Düzdür. Gəlin F-yi burada fırladaq. Əgər F-yi fırlatsam, necə dayanacaq? Aha, elə belə dayanacaq, düzdür. Yəni burada da düzdür. Bax, T-ni fırlatsam burada, bax, T-ni fırladıram. T ilə F-yə baxıram deyə bir dənəsini fırladıram. Deyir ki, T-nin aşağı hissəsi F-yi ortasına düşür. Sərt. Baş hissəsinə düşürdü. Gəlin buna da baxaq. Mən demişəm ki, T-yi buradakın bura apab qoya bilərəm. Eyni qayda buradakını apab bura qoya bilərəm. Baxın, qoyuram. T-yi eyni vəziyyətdə gətirib qoyuram bura ki, bir-birinin vəziyyətinə baxam. Deyir ki, T-nin aşağı hissəsi ilə F-nin aşağı hissəsi nə edir? Bir-birinə baxır. Yalan deyir. Baxın, nədir? T-nin aşağı hissəsi F-in yuxarı hissəsinə baxır. 1, 4 səhvdirsə variantları silirəm. Variantım çıxır. 2, 3, 5. Vəssalam. Axıra qədər baxmağa gərək yoxdur. Niyə? Çünki vaxtla işləyirik. Fərqli bir suala baxaq. Fərqli bir suala baxaq sizlərlə. Həm qapalı formasını verir. Digərlərinin hamısı eynidir. İstəyirsiniz bu suallardan birinə də baxaq ki, fırlamadı. Gəlin baxaq yaxşı. Deməli, mən demişəm ki, düzgün forma necə olmalıdır? 1, 4, 1 formasında. Doğrudurmu? 1, 4, 1 formasında olacaqsa, bu 2, 2, 2-dir. Mən bunu 1, 4, 1 formasına gətirəcəyəm. Gəlin gətirək 1, 4, 1 formasına. Burada gətirmək üçün, baxın, bu crossu yendirəcəm aşağı. Burada da nə edəcəm? 3 bucağı qaldıracağım yuxarı. İndi bu crossu gəlin birinci yendirək aşağı. Eyni qayda, bayaq kimi silək ki, sizdə burada çaşqınlıq yaranmasın. Gözləyin. Crossu fırlayacağım aşağı. Aha. Crossu fırlayaq. Əslində gəlin elə bir də burada silək. Bunu fırlayanda sadəcə üstə buradakı 3 bucaq biraz bu baş hissəsi ki var, burada baş hissəsi. Baş hissəsi bura baxacaq. Çünki 90 dərəcə fırlayıram axı. Crossda elə şey olmayacaq, çünki crossun hər tərəfi eynidir. Aşağı hissəsində silim. Baxaq. 1, 4, 1 formasına gətirək. Deməli, crossu gətirəcəm bura. Gözləyin. İstəyirsiniz eyni rənglə gətirim. Qaranı gətirim. Heç fərqlənməz. Düzgün çəkəcəm. Neyse. Cross gəlir bura. Bir də deyəcək ki, 3 bucağımız gələcək bura. Üç bucağımız gələcək bura. Baş hissəsi bax belə baxacaq. Vəssalam. Gəlin bunu 4-1-4 formasına, 1-4-1 formasına gətirdiksə, indi baxaq vəziyyətimizə. Mənə deyir ki, burada indi gəlin qarşı yüzlərə baxaq. Bu içi ağ idi. Yəni bundan fərqlidir. Buradakı dairə ilə, ağ dairə ilə bu çarpazımız nədir? Qarşı yüzdür. Yəni eyni anda görünməyəcək. Bu ağ dairə ilə cross qarşı yüzlərdirsə, yəni burada da hər yerdə qarşı yüz olmalıdır. Baxın, mən bunu fırlasam bura. Valla bu çarpazı fırladım, bax bura. Fikirləşin ki, buradan sildim. Çarpazı fırladım bura. Bununla bu burada qarşı yüz olacaq? Yox. Bunu da bura fırlasam əcəbə, bunu da buradan silib, bura fırlasam. Baxın, belə olacaq. Bunun içi də qara olacaq. Yəni, bununla bu nə olmayacaq? Qarşı yüz olmayacaq. Məndə axı qarşı yüz veribdir. A variantım gedər. Bax, burada bundan nəyi qarşı yüz veribdir? Bunu qarşı yüz verib. Yenə yanlışdır. Bu ikisi qarşı yüz deyil. Çarpazla qarşı yüzdür. B də gedər. Bax, bununla bu qonşu ola bilməz. Çarpazdır. Getdi. C variantım düzdür. Yəni, bunu bir dənə fırlayacağım bura. Burada da yenə eyni qayda. Fırlasam bunlar qonşu yüz olacaqlar. Y variantında getdi. Düzgün cavabım sadəcə C variantı olmuş olur.
Deməli bunlar açılış formasını verib açılış formasını soruşulan tip sual oldu. Yadınızdadırsa başda sizə demişdim ki, açılış formasını verib açılışını da soruşa bilər. İndi növbəti başqa bir suala baxaq ki, yığılış formasını versin, elə bizdən yığılış formasını da soruşsun. Baxın bu səhifədə onların hamısı, yəni bu qayda ilə verilibdir. Gəlin baxaq buradan. Misal üçün 55-ci suala. Bizdən verilibdir yığılış formasının, elə düzgün yığılış formasında soruşur. Bu ikisinin hər ikisi eynidir. Bizdən sadəcə fərqli tərəfdən, fərqli aspektdən göstərir. Deməli, mənə məlum olur ki, burada 3 dənə A, T, R, A, deməli, hansı üzlər var? A, K, R, bir dənə bu qara üz, bir dənə qara üz, bir dənə U, bir dənə də V var. Baxın, variantlardan bunları görürəm. U və V var. Görə indi bunlardan hansı qarşı üzdür, hansı yox. Deməli, bizdən doğru yığılış formasını soruşur. Baxsanız əgər, baxın bu qara üz A ilə, K ilə, bir də R ilə. A, K, R. Bunlarla nə ola bilməz? Qarşı üz ola bilməz. Çünki eyni anda görülübdür. Nə ilə qarşı üz olacaq? Misal üçün ya U ilə, ya da V ilə. Baxaq, görək elə. Necə? Bunların üzərin vəziyyəti ilə gəlin baxaq da daha yaxşı olar. Mən baxıram ki, misal üçün A-nın bu aşağı hissəsi hara düşür? Qarıya düşür, düzdür. A-nın aşağı hissəsi qarıya düşür. Gəlim Aya baxıram. Aşağı hissəsi nə edib? Qarıya düşməyib. Düzdürmü? Qarıya düşməyib. Qara bunun yuxarı hissəsində qalıb. Ona görə yanlışdır. Baxın, D-yə baxıram. A ilə bu qara üz yan-yana düşüblər. Yəni paraleldirlər. Bu da səhvdir. A-nın aşağı hissəsinə düşməli idi. Düzdürmü? A-nın aşağı hissəsinə. Onda isə nə edirəm? Bunu da silirəm. Gəlirəm hara baxıram. Fərqli, A-nı başqa ayım yoxdursa, başqa bir hərf götürürəm, onun digərləri ilə vəziyyətinə baxıram. Misal üçün, K. K deyir ki, baxın, K-nın aşağı hissəsi burada düşübdür və yaxud da yuxarı hissəsi. K elədir ki, indi burada iki tərəfi də eynidir, yəni aşağıdan da baxanda, yuxarıdan da baxanda eynidir. Amma arxa hissəsi ya da ön hissəsi qara ilə bir yerdə düşməyib, düzdür? Bu da gedərmi? Eyni vəziyyət burada da eynidir. Baxın, K ilə K-nın belə deyək, ön hissəsi düşüb qaraya tərəf. Amma bunun aşağı hissəsi düşmüşdür. Ona görə bu da yanlışdır. Bizim bir dənə doğru variantımız burada olur. A variantı. Misal üçün, çünki nəyə görə deyirik? Əgər baxsanız burada, bu ki var burada R. R necə dayanıb burada? R ilə qara üz necə dayanıb? Bunlar belə paralel dayanır. V-yi də onsuz bilmirik də necə dayanır. V-nin aşağı hissəsi aşağıda ola bilər, o birisi tərəfdə ola bilər. Bunu dəqiq bilmədiyimizə görə R ilə bu belə doğrudur. Ona görə düzgün götürürük. Sonra baxaq fərqli başqa bir suala. Misal üçün buradan baxa bilərik. Görək bu 61-63-cü sayılı suallarda fərqli kubu tapın. Kubun bütün üzərinin təsvirlər müxtəlifdir. Və bizə deyir ki, fərqli kubu tapın. Yəni 4 dənəsi eyni kubdur. Bir dənəsi fərqli kubdur. Yəni eyni kubdur deyəndə nəyi nəzərdə tuturam? Yəni fərqli aspektdən baxırıq da bu kublara. Misal üçün baxaq. Necə baxaq? Gəlin bunlara hamısı əgər deyir ki, fərqli üzlər vardırsa, baxın 61-dir, A-dır, B-dir, C-dir. Hamısında eyni üzlər, dax elə D-də də eynidir. Gəlin bunların biz nəyinə baxaq onda? Orientasiyasına baxaq. Misal üçün, baxın, bu kvadrat ki var. Kvadrat 2 çarpaz. Kvadrat 2 çarpaz. Baxın, bu da sadə qələmdir, bu da sadə qələmdir. Bunlar düzdür. Kvadrat 2 çarpaz. Bu da eyni vəziyyət, doğrudur. Bir də kvadrat 2 çarpaz. Bu da doğrudur. Amma yox, bu yanlışdır. İndi deyim sizə nəyə görə yanlışdır. Üzlərin vəziyyətinə görə. Düzdür, orientasiyaya görə. Üzlərin vəziyyətinə görə yanlışdır. Bilirsiniz nəyə görə? Baxın, bu 3 dənəsinə baxın. A, B, C-yə. Deyir ki, baxın, bu 3 dənəsinin birləşmə yeri ki var. A, B, C düzdür. Həm orientasiyası düzdür, həm də üzlərin vəziyyəti düzdür. De nəyə görə səhvdir? İndi mən sizə deyim. Baxın, bu nöqtəsini burada işarələyirəm. Deyirəm ki, baxın, bu 2 dənə ki var. 2 belə gəlmir də, yəni 2 digər diaqonal üzrədir. Bax, burada da eyni qayda. Bu üçünün ortaq nöqtəsi budur da, düzdür. Ortaq 3 dənə üzün birləşmə yeri bura deyil. Baxın, bu necə gəldi? Yenə belə gəlmədi də, belə. Bu diaqonal üzrə getdi. Eyni qayda buna.
Baxın, belə gəlmir. Amma buna baxın, ortaq nöqtə buradır. Bu amma diagonal baxın, gəllərində belə gəlirdi, bunda belə gedir. Ona görə D variantım yanlışdır. Deyəsiniz, burada da elə gəlibdir. Burada elə gələ bilər. Amma buradakı kvadrat deyil ki, buradakı üstəgələkdir. Yəni elə fikirləşin ki, bunun bax bu aşağı hissəsi var, aşağı hissə belə gəlir, bununla da eynidir. Bunun aşağı hissəsi var, o da altdakı bir üzlə ortaq nöqtə buradır. Altdakı üz bu olsa, yəni üstəgələk olsa, tamamilə doğrudur bu. Buna sən yanlış deyə bilmərsən. Aydındır bu sual sizə yəqin ki. Fərqli bir suala keçid edək. Burada ne deyir? 64-66 sayılı suallarda eyni kubun müxtəlif görüntüləri verilmişdir. Sual əvəzinə uyğun variantı müəyyən edin. Bizdən K ilə L-in nə ola biləcəyini soruşur. Gəlin baxaq, K ilə L nə ola bilər? Deməli, bir balaca da yaxınlaşdıraq. Mən burada baxım görüm elə. Qarşı yüz tapmalıyam. 1, məsəl üçün 1 ilə bu 1 ilə 4'dür ya da 3'dür. 4 ilə 3 ola bilər. Əslində elə 4 ilə 3'dür. Birin qarşı, belə deyək, birin qonşu yüzləri 4 ilə 3'dür. Başqa nə ola bilər? Birin qarşı yüzünü tapsaq, əgər. Hamısında eyni olan bu 3'ü tapa bilərəm əslində. Baxın, 3'ün qonşu yüzləri hansılardır? 5, 2, qonşu yüzləri. 5, 2, 4, 5'dir. Burada da 3 ilə 1'dir. Bir də 2 qalır da. 2 qalmır, 6 qalır. Yəni 3 ilə 6, heç 6'ını göstərməyib başqa bir şey də ola bilər. Yəni bunların heç biri bunun qarşı yüzü deyil. Yəni 1 ilə qonşu yüzdür. Bəli, götürə bilərik. Elə bu sadə bir sual oldu. Burada ki, baxaq bir dənə. Dəqiq baxaq. 4 ilə 3'ü verməz. Çünki 4 ilə 3'ü versə, baxın belə fikirləşin. 4 ilə 3 ilə başdan olmayacaq. Sizə nəyə görə deyim? Əgər bu qalxırsa yuxarı, baxın bu qalxacaq yuxarı axı. Bundan, baxın, fikirləşin, belə qaldırdı yuxarı. Bu qaldırıbsa yuxarı, bu nə olacaq? 4 gedəcək arxa tərəfinə. 3 burada dayana bilər. Bəli, 3 elə L-də dayanacaq. L-i 3 tapmışam. İkinci tərəfi 3 olan əslində elə budur. Yəni deyim, niyə 4 olmaz? 4, baxın, bu qaldırıramsa yuxarı, bu kubu qaldırıb bu vəziyyətə gətirirəmsə, bu 4 keçəcək onun arxa tərəfinə. Arxa tərəfinə keçirsə, K ola bilməz. Yəni 4 heç nə burada, nə burada ola bilməz. 4 olmayacaqsa, A, C, Y getdi. Gəlirəm bura. 3'ə görə də bunu tapıram. Baxın, 3 burada da axı. Mən bunu yuxarı qaldıranda 3 elə sadəcə baxın bu vəziyyətdə dayanır. Yəni elə bir yanlış bir şey olmur. Vəziyyətimiz, cavabımız nədir? Yəni B-dir. Yəni K 3 ola bilməz. K-ya burada 3 veribdi. K 3 ola bilməz ki. Baxın, bunu mən qaldırıramsa, bu niyə bu tərəfə gəlsin ki? Düzdürmü? Ona görə B variantımız tamamilə doğru variant olmuş olur. Sonra başqa suala keçid edək. Baxın, bizdən belə bir məsələ tipli verir ki, magistra bu suallar düşürdü. Deyir ki, baxışlayın bir dənə. Verilmiş fiqur kubun açılmış vəziyyətidir. Yəni bu açılmış vəziyyətidir. Bu kubun üçünü şəkillər kimi yan-yana qoysaq. Yəni bunların burada 3 dənəsini yan-yana qoyub, 3 dənə kubu qoyub yan-yana, alınmış fiqurun üst üzündə ən çoxu neçə nöqtə ola bilər? Ən çoxu neçə nöqtə ola bilərsə, biz bunlardan ən çox olanları qoymağa çalışacağıq. Gəlin görək nəyə əsasən qoya bilmərik. Baxın, 4'ün qarşı üzü 3'dür. Yəni mən bura bir dənə 3 qoya bilmərəm. Digər hamısını qoya bilərəm. Çünki 4'ün qonşu üzləridir. Onda sən ən çoxu deyirsə, mən bura 6'nı qoyaram da, düzdür? Bura qoydum 6. İndi 2'yə baxıram. 2'yə nə qoya bilmərəm? Və 2'yə bir dənə 5 ilə qarşı üzdür. Düzdürmü? 2 ilə 5 qarşı üzdür deyə mən bura sadəcə 2'nin üstünə 5 qoya bilmərəm. Yəni eyni anda görünməsin deyə. Bununla əlaqəsi yoxdur. Bunu da ayırıram. Bununla əlaqəsi yoxdur. Bunu həll elədim. İkinci kuba keçdim. 2'nin üstünə 5 qoya bilərəm. Bilmərəm, bağışlayın. Sadəcə 5 qoya bilmərəm. Yəni 6 qoya bilərəm. Deyəsiz təkrara düşdü. Düşsün. Bunlar ayrı fiqurlardılar. Ayrı kublardır. Birin üstünə nə qoya bilmərəm? Birin üstünə bir dənə 6 qoya bilmərəm. Düzdür? Onda 6'nı qoya bilmirəmsə ən çox neçə qoyacağım? 5 qoyacağım. Bu da mənə indi neçə verəcək? 6, 6, 5, 12, 17 vermiş olacaq. Yəni A variantı. Eyni qayda indi 68-ci sualda bizə deyir ki, ən azı neçə nöqtə ola bilər? Ən azı dediyinə görə 4'dür. 4 ilə nədir? 3 qoya bilmərik. Onda nə qoyacağım? Ən az deyirsə 1 qoyacağım. 2'yə baxıram. 2'yə ən az neçə qoya bilərəm? 2'yə 5 qoya bilmərəm. Başqa hər şeyə qoyacağım. Ona görə 1 qoya bilərəm. Aha.
Keçək 1-ə. 1-ə nə qoya bilərəm? Baxıram 1-ə. 1-ə mən qoya bilmərəm 6. Başqa nə qoya bilərəm? Buradan 2 qoya bilərəm. Ən azı neçə nöqtə ola bilər? 1, 1, 2. Bunu da cəm bizə verir neçə? 4. Variantımız bu şəkildə olmuş olur. Sonra baxarıq başqa bir suala. Yaxşı, gəlin baxaq. Bize deyir ki, şəkildəki fiqur bir-birinə bərabər 48 kiçik kubdan düzəlmişdir. Bu fiquru rəngləkdə neçə kiçik kubun yalnız bir üzü rənglənmiş olar. Sizə bu şəkildə kub verəndə mən sizə bunun balaca bir detayını deyim. Siz onu rahatlıqla həll edəcəksiniz. Baxın, buradakı ən köşədəki kublar var. Bunların 3 dənə üzü görünür. 1, 2, 3. 3 dənə üzü görünür, düzdürmü? Əgər 3 dənə üzü görünürsə, yəni 3 bunu rəngləyə bilmərsən də bizə deyir ki, bir üzü rənglənmiş olsun. Bu kubu rəngləsən 3 dənə üzü rənglənəcək. Bundan neçə dənədir? 1, 2, ən köşədə 3, 4. Bir də aşağıda var. Bu 4 dənə də aşağıda var. Yəni bunun 8 dənədir. 3 üzü rənglənmiş olsun desəydi 8 dənəsini götürəcəydiniz. İndi bizə deyir ki, neçə üzü? Bir üzü. Bəziləri də var ki, onların 2 üzü rənglidir. Bilirsiniz hansıların həm köşəyə düşsün, həm də ki ortada olsun da, yəni kənarda olmasın. Kənardaşların 3-dür, köşəyə düşüb ortada olanların 2 üzü görünür. Mənə indi bir üzü deyirsə, mən ən ortada olanları götürəcəyəm. 1, 2, baxın indi buradan. Bu 2 dənəsini götürməyə, ikisi də ən arxa üzdədir. Ən arxa üzdədirsə 2, 2. Bu elə 4. Yazın buradan 4 plus. İndi yuxarı üzə baxıram. Neçə dənəsinin 2 üzü görünəcək? 1, 2. 2 dənəsi də alt hissədə olacaq. 2, 2. Bu da mənə verir 4 plus. Gəldim yanlara. Baxın. 1, 2, 3, 4. 4 dənəsi də o tərəfdə olacaq. 4, 4. Bu da mənə verir 8. Hamısı bir yerdə 16 dənə bir üzü görsənmiş, daha doğrusu kubumuz vardı ki, biz bunları rəngləməliyik. Baxın, 2 üzü rənglənmiş. Bunların hərəsinin birini sizə deyim. 2 üzü rənglənmiş deyirsə nə edəcəm? Baxın, dedik ki, köşədəkilər. 1, 2, 3, 4. Bundan 4 dənəsi də arxada var. 4-dən 4. Bu elədir 8. Bu bir yerdə yazım. 8 plus. Qalxıram yuxarı. 1, 2, 3, 4. 4 dənəsi də aşağıda var. 8 də bu. Plus. 2 üzü görsənmiş deyir. Mən bir dənə bilsiz nəyə götürəcəyəm? Aşağıdan da. Və o biz tərəfdən götürə bilmirəm. Hə, bunları götürməmişim. Başlayayım bir dənə. Bunları götürməmişim. İkisi bu tərəfdə, ikisi də o tərəfdə. 4-də bu. Bərabərdir. Bu bizə verir 20 dənə. Siz burada indi biraz yanlış başa düşmüş ola bilərsiniz. Nəyə görə? Baxın, bir dənə üstü götürün. Üstü. Üstü ki götürürsünüz. Bu neçə dənə olur? 4, 4, 4. 12 dənə kubun neçə dənəsinin 2 üzü görünür? Biri bu, biri bu. İkisi bu, ikisi də bu. Mənə verir neçə? 6 dənə, düzdür? 6 dənə. 6 dənəsi deyil, aşağı hissədədir da. Bu mənə verir 12 dənəni və 12 dənəni. Bu 8 hardan çıxdı? Bu ortadakı 4 dənə, bir də onun arxa tərəfindəki bu, bir də o biz tərəfindəki 2 dənə. Bu da mənə verdi 8-i. 3 üzü rənglənmiş deyirsə, bunu bayaqda demişdik. Ən köşələrdəki 1, 2, 3, 4. 4 dənəsi aşağıda 8 dənə. Bu 72 tipli suallar daha asandır. Yəni incələrə nisbətən. Gəlin baxaq belə bir bunlara da bağışlayın bir dənə. 76, 77 tipli suallar. Gəlin baxaq 77-yə. Görək bəs bunu necə müəyyənləşdirərik? 77-ci suala baxanda görürük ki, baxın, bizim deyir ki, bunları əgər birləşdirsən, bax, burada alt dənəki üz verib, yuxarıda bir dənə alt uzaqlı verib. Baxın, bu düşür 4 ilə 5-in arasına. Bu düşür 3 ilə 4-ün arasına. Bu düşür 2 ilə 3-ün arasına. Bu düşür romb 1 ilə 2-in arasına. 5 ilə 6-ın arasına bu düşür. 1 ilə 6-ın arasına bu düşür. İndi bizdən deyir ki, 3 ilə ya 4-dür. 3-ün ətrafında nə var? Ya 2-dir, ya 4, düzdür. 6-nın ətrafında nə var? Ya 5-dir, ya 1. İndi mən necə müəyyənləşdirim ki, bu 3 hansı tərəfədir, bu 6 hansı tərəfədir? Yəni, 3 ilə nəyin arasındadır bu ikisi? 3 ilə 4-ün, yoxsa 3 ilə 2-nin? Əslində fikir versəniz, bunun asan bir üsulu var. Bunu görməyiniz kifayət edir. Baxın hələ, bu 3 bu tərəfdəydi axı. Bu tərəfdəydi. İndi gəldi bu tərəfə. Yəni, nə deməkdir bu? Bu, burada 4 yox. Bu aşağı hissəsində artıq 2 olacaq. Burada 4 olacaqdır. Bu 6-nın aşağı hissəsində 5 var idi axı. Artıq 5 olmayacaq, 1 olacaq.
Və burada. Bir də ki 5 hara qalxacaq? Baxın, bura qalxacaq. Deməli, 3 ilə 2-nin arasında indi nə var idi? Dairə. Yəni x-in yerində dairə olacaqdı. Dairə. Y-in yerində 1 ilə 6-nın arasında nə var idi? 5 bucaqlı. Burada da 5 bucaqlı olmuş olacaq. Dairə və 5 bucaqlı bizdə C variantına uyğun gəlir. Eyni qayda 78 də eynidir. Sadəcə burada hərfləri verir. Fərqli bir suala keçid etsək əgər. 82-yə də gəlin baxaq. 82-ci suala baxanda bizə deyir ki, bu üçü bir-birinə bərabərdir. Hansı doğrudur, onu yoxlayaq. Deməli, 82-ci sualda baxırıq ki, əgər bu üçü də bir-birinə bərabərdirsə, birin sadəcə, baxın, sizə burada nəyi göstərim? Yoldaşlar, birinci ilə üçüncü eyni aspektdəndir. Baxın, yəni qara ikisi də yuxarıdadır. Bu aşağı hissəsidir. Yəni bunu tamamilə döndəribdir. Bu üçüncü tamamilə döndəribdir. Yəni bunların yuxarı olduğu vəziyyətlərə baxaq görək. Həqiqətən də doğrudur. Bunları birinci yoxlayaq. Sonra keçək bunlara. Gəlin baxaq belə. Deməli, belə yoxlasaq əgər bu qara üzdə necə deyək? Baxın, bununla bu qonşudur. Düzdürmü? Bununla bu qonşudursa, bununla da bu qonşudur. Buradan bu. Bundan bu qonşudur. Sadəcə burada biraz fərqli tərəfdən düşübdür. İndi necə olmalıdır deyəcək bunlara. Baxın, misal üçün bu ikisi qonşudur, düzdürmü? Bu ikisi qonşudursa əgər, bu ikisi burada qonşudursa, baxın, burada da qonşu olmalı idi, deyil. Çox aralı düşüblər. Y variantı səhvdir. Sonra bu ikisi burada qonşudur, tamam. Bundan bu da qonşudur. Yuxarı ilə yoxlayıram, düzdür. Bununla bu qonşudur. Bu da düzdür. Qara ilə bu deyir, tamam, doğrudur. C variantının hələ ki bir səhvliyi yoxdur. İndi səhvliyinə baxacağıq. Vardı, necədir? Əslində səhvdir. Nəyə görə? Bir dənə də baxaq. Deməli, bu qara üz. Baxın, bu diagonal belə dayanıbdır. Burada belə dayanıbdır. Yəni, əgər eynidirsə, burada da belə dayanmalıydı. Ona görə C variantımız da səhvdir. Gəlirik başqa. A variantı, B variantı, D variantı. Bunları da ikincinə görə müəyyənləşdirəcəyik. İstər əslində elə üçünə görə də müəyyənləşdirəcəyik. Çünki qonşu olan, bunu tamamilə çöndərsində yandakı qonşu olanlar 6 dənə ki var. Bunların hamısında qonşu olmalıdır. Gəlin yoxlayaq elə bunları da. Misal üçün bu ikisi qonşudur burada. Burada qonşu olmadılar bu ikisi. Bu ikisi burada qonşu olmalısa qonşuydu. D variantı da gedər. Qaldıq burada. Burada əslində B variantı, bax, belə bir figurumuz yoxdur bizim. Belə bir üzümüz yoxdur. 1, 2, 3, 4, sonra verməmiş ola bilərmi? Ona baxıram. 5, bir diagonal 2 cür veribdir. Ya da 1 cür veribdir. Ola bilər əslində desək. Baxaq, fərqli yerlərində var. Yox, bir dənə də bu verib, baxın. 6 dənə bunlar, heç bu yoxdur. Yoxdursa bir dənə variantımız qalmış olur. Bir də axırıncı sualımız olan 83-cü suala baxırıq və fəza figurlarını yekunlaşdırmış oluruq. Gəlin birinci bunlara baxaq. Eyni bir tetraedrə aid olan 4 açılışı tapın. Bu suala yoldaşlar, biz siz necə yanaşacağıq? Figurların bir-birinin sağında və ya solunda qalması ilə. Misal üçün bir dənəsini götürürəm. Deyirəm ki, bundan səhv olsa necələrində səhv çıxacaq onsuz. Baxın, deyirəm ki, ürək ulduzun solunda qalmalıdır. Ürək ulduzun solunda. Solunda. Ulduzun. Nəysə, ulduzu belə çəkdim artıq. Deməli, ürək ulduzun solunda qalmalıdırsa, birinci düzdür. İkinci səhvdir. Bu da səhv oldu. Dayan gör, bəlkə bir səhvdir. Ürək ulduzun sol hissəsində qaldı. Ürək ulduzun sol hissəsində, ürək ulduzun sol hissəsində. Variantımız baxın. Bir düzdür. Ürək ulduzun sol hissəsində durdu. Ürək ulduzun sol hissəsində durdu. 4-də düzdür. Ürək ulduzun sol hissəsində durdu. 5-də düzdür. Ürək ulduzun sol hissəsində durdu. 6-cı sualımızda doğrudur. Yanlış olan bu ikisi də baxın. Ürək qalıbdı ulduzun sağında. Ürək qalıbdı ulduzun sağında. Bu ikisi yanlışdır. 1, 4, 5, 6 cavabımız Y variantında mövcuddur. Mən indi ürəklə ulduzu götürüm. Siz başqasını da götürə bilərdiniz. Misal üçün siz burada ulduzla bunu da götürə bilərdiniz ki, hamısında da uyğun variantı
olmuş olacaqdı. Misal üçün baxın, hesab fiqurları mövzumuzda burada yekunlaşdırırıq. Deməli, gəlin dərs üçün sizlərə tərəzilər mövzusunun izahını verəcəyəm.